Bakı Dövlət Universitetinin nəzdində Konfutsi İnstitutu və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə 20 aprel Beynəlxalq Çin Dili gününə həsr olunmuş Çin dili rəngarəng arzuları işıqlandırır adlı tədbir keçirilib. Əvvəlcə Çin mədəniyyəti üzrə interaktiv təcrübə sessiyası təşkil olunub. Sessiya çərçivəsində 6 tematik güşədə Çin ənənəvi mədəniyyətinin müxtəlif aspektləri, çay mədəniyyəti və interaktiv Çin hieroqlifləri üzrə oyunlar təqdim olunub. Rektor Elçin Babayev bu cür tədbirlərin mədəniyyətlərarası dialoqun təşviqi, xalqlarımız arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi baxımından mühüm rol oynadığını qeyd edib. O bildirib ki, Bakı Dövlət Universitetində 2004-cü ildən Çin üzrə regionşünaslıq ixtisası açılıb. Bu ixtisasa qəbul olan tələbələrin sayı ildən ilə artmaqdadır. 2011-ci ildən isə Çinin Anhui Universiteti ilə əməkdaşlıq nəticəsində Konfutsi İnstitutu fəaliyyətə başlayıb. İnstitutda Çin dili, Çin mədəniyyətinin təbliği və öyrənilməsi sahəsində mühüm işlər görülür. Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Muye isə tədbirin təşkili üçün Bakı Dövlət Universitetinin rəhbərliyi və kollektivinə təşəkkür edib. O bildirib ki, son illərdə Çin-Azərbaycan münasibətləri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Sonra Beynəlxalq Çin Dili gününün yaranmasına dair video çarx, Çin hieroqliflərinin inkişafını əks etdirən təqdimat nümayiş olunub. Bakı Dövlət Universitetinin tələbələri və Konfutsi İnstitutunun nümayəndələri ənənəvi Çin rəqsləri, musiqiləri ifa ediblər. Tədbirin iştirakçıları arasında Çin dili üzrə yarış keçirilib. Nazlı Ağazadə, Zahid İbrahimov, Bedu Xəbər.